Baş prokurorluğun vəsatəti əsasında Gürcüstanın səlahiyyətli orqanları tərəfindən mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 22-si 1-ci ay 1993-cü il tarixli konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşı Ramil Məhərrəmoğlu Məmmədovun ekstradisiyası haqqında qərar qəbul olunub. Bu barədə Bakı Postaza Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Belə ki, Bakı şəhəri Xəzər rayonu prokurorluğunda ibtidai istintaq edilən cinayət işi üzrə Ramil Məmmədovun cinayət məcəlləsinin qəsdən adam öldürmə maddəsinə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul etməklə barəsində beynəlxalq axtarış elan edilib. Məmmədov Gürcüstan ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin penitensiar xidmətinin xüsusi konvoyunun müşayiəti ilə bugün Azərbaycana gətirilib.